Əziz abituriyentlər, axşamınız xeyir olsun. Deməli, biz bugün 9 mart imtahan suallarını analiz eləyəcəyik. Yəni, görək imtahan doğrudan da çoxmu çətin düşüb, yoxsa biraz şagirdlər mübaliğə eləyirlər. Onu müəyyən etmək üçün sualları analiz eləyəcəyik, müqayisə aparacağıq. Yəni, sırf sualların izahına köklənməyəcəyik. Yəni, sadəcə analiz aparmaq istəyirəm sizlə bir yerdə. Narahat olmayın, yəni sizin kimi mən də dimdən çoxdan razı biri deyiləm və ona görə də dimə tərəf durmaq kimi bir fikrim də yoxdur. Başlayaq. Deməli, qrammatikadan başlayaq. Əsas da qrammatikada şagirdlərin bəzi narazılığı var. Deməli, başlayaq elə qrammatikada birinci sualdan. Tərzi hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Deməli, sual işləyəndə, bax, məsələn, sual biz öz aramızda məsələn deyirik ki, 1 mərtəbəli sualdır, 2 mərtəbəli sualdır. Belə sualları çətinliyinə görə ayırırıq. Yəni, həm sən sualın içində bir tərzi hərəkət zərf tapmalısan, həm təsriflənməyən feil tapmalısan və bu zərfin bu feilə aidliyinə nəzər yetirməlisən. Deməli, tərzi hərəkət zərfi. Məsələn, bax, çiyin-çiyinə tərzi hərəkət zərfidir. İftixarla tərzi hərəkət zərfidir. Düzdürmü? Məsələn, birinci variantda tamamilə tərzi hərəkət zərfi deyil. Düzdürmü? Tərzi hərəkət zərfi deyil. Ona görə də, məsələn, burada tamamilə miqdar zərfidir. Necə tərzi hərəkət zərfliyidir, amma əvəzlikdir. Məsələn, biri nağdı çıxmaq olar. Belə danışmağın heç bir əsası yoxdur. Belə əvəzlikdir. Yəni, yenə tərzi hərəkət zərfi yoxdur burada. Çıxdı, getdi. Sonra, necələrcə sualına cavab verən, gülə-gülə, tərzi hərəkət zərfi deyil, feili bağlamadır. Məsələn, 3 də getdi. Çiyin-çiyinə tərzi hərəkət zərfidir, döyüşdüyü sözünə aiddir, d-üstəlik mənsubiyyət feili sifətdir. Məsələn, bunu seçirəm. 4. İftixarla tərzi hərəkət zərfidir, danışan feili sifətdir. Məsələn, bu buna aiddir. 5 seçirəm. 5. Sonra, məsələn, dilucu tərzi hərəkət zərfidir, təşəkkür edərək çölə çıxdı. Bu feili bağlamadır. Yəni, bu buna aiddir. 6. Yəni, 4, 5, 6 bizim sualımızın cavabıdır. Çox da çətin sual kimi qiymətləndirmək olmaz bu sualı. Yəni, sualı, əgər sual sizə çətin gəlirsə, parçalara ayırıb, sualı parçalara ayırıb, hissə-hissə həll eləməyə çalışmaq lazımdır. O yoldan istifadə elədik və cavabımız çıxdı ortaya. Sualın cavabı 4, 5, 6-dır, yəni C variantıdır. Sonra baxıram 32-ci suala. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət eləyir. Deməli, bizdən bu sualda nə istəyir görək? Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil eləyir. Quruluşca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Sonra, feillər qayıdış və məlum növdədir. Feilin bütün təsriflənməyən formalarına aid nümunə işlənmişdir. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Aha, deməli, A variantından başlayıram. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. İndi baxıram bütün feillərə. Bax, dəlalət edir. Feil, bir feil. Sonra, dəlalət edir nə? Uğurlar. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Yəni, söz birləşməsi 2. Bunun da əsas tərəfi bu qazandığı sözüdür. Dəlalət edir nəyə? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Tamamlıqdır və söz birləşməsidir. Söz birləşməsinin əsas tərəfi yenə feildir. Deməli, cümlədə 3 feil var. İkisi əsas tərəfdir. Bu dəlalət edir əsas tərəf deyil. Xəbərdir. Feili xəbərdir. Təsriflənən feil söz birləşməsində əsas tərəf olmur.
Yəni əgər xəbərdə də olmadı. Deməli A getdi. Quruluş üçün mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. İndi bunu təzədən gərək bir siləm. A çıxmışdı. Quruluş üçün mürəkkəb xəbər şəklində olan feil. Baba bunu deyir. Ol, et, elə sözü ilə düzələn, köməkçi sözlə düzələn feillər mürəkkəb feil sayılır. Yəni digər intiq hissələri üstünə gələrək ol, et, elə. Quruluş üçün mürəkkəbdir, xəbər şəklindədir, ir. İndiki zamandadır çünki feil xəbərin ifadə vasitəsidir, bəli. Sualımızın cavabı elə olan görə olacaq B. Görək indi digər variantlar niyə deyil? Feillər qayıdış və məlum növdədir. Deməli, ölkəmizin qazandığı məlum növ diqqət göstərildiyinə dəlalət edir. Dəlalət məlum növdədir. Qazandığı məlum növdədir. Amma diqqət göstərildiyi kim tərəfindən diqqət göstərilib? Öz-özünə diqqət göstərilməyib ki, bu qayıdış növdə olsun. Qayıdış dediyi üçün səhvdir. Yəni C də getdi. Feilin bütün təsvirlənməyən formalarına aid nümunə var. Qazandığı feili sifətdir, göstərildiyinə feili sifətdir. Hanı feili bağlama məstərdir? Səhvdir. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə özü vəzifəsindədir. Xeyr. Bu təyin idi, bu tamamlıq idi. Eyni cümlə özü deyildi. Yəni sualımızın cavabı ona görə də oldu B variantı. Sonra baxıram 33-cü suala. Deyir ki, nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Bax, və xahiş edirəm, imtahanda diqqətli olun. Uyğun deyilsə, doğru deyilsə, bir altından xətt çək, bir yumrula, bir qarala, bir şey elə onu. Deməli, bu qrammatika suallarının içərisindəki ən çətin sual demək olar bəlkə də buna. Çünki cədvəl sualıdır. Cədvəl görəndə uşaqların gözü böyüyür. Və eyni zamanda hər ikisinə aiddir. Yalnız birinə aiddir. Tipində suallar nisbətən blok tipli suallar sayılır. Ona görə də biraz çətinlik ola bilər. Amma yəni bunun adı da imtahandır. Yəni bura qədər gördüyümüz sualların ikisi o qədər çətin deyildi. Bu üçüncü sualdır. Nisbətən çətin sayıla bilər. Yəni bu çətindir. Bunun bir yumruyalaq belə ki, sonra qaydaq çətin sualların sayını deyək sizə. Deməli, gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Qayıt yerinə qoy ayı günəşi, yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nuru, könlüm atəşi, qayıt sahmana sal bu kainatı. Deyir ki, birincidə nümunələrin hər ikisinə aiddir deyir. Nümunələrin hər ikisinə aiddir. Nitq hissəsi ilə ifadə olunan həmdiz üzvlər işlənmişdir. Deməli, ceyranın əlinə düşdü nə gəncliyim, nə şərəfim, nə müqəddəratım. Mübtədalar həmzisdir, nitq hissəsinə ifadə olunub, birinciyə aiddir. İndi ikincidə görün varmı? Deməli, qayıt yerinə qoy. Nə et? Qayıt. Nə et? Yerinə qoy. Nəyi? Ayı, nəyi? Günəşi. Tamamlıq nitq hissəsinə ifadə olunub həmzisdir. Hər ikisinə aiddirmi? Aiddir. Deməli, bu biri seçirəm. Baş üzvlərdən birinin həmcinsliyi var. Deməli, birincidə mübtədanın həmcinsliyi var idi. Birincidə mübtədanın həmcinsliyi var idi. İndi ikincidə görək başqa həmcinslik varmı? Çünki cavablarda biri seçirik. Birindən sonra iki gələn iki dənə variant var. Yəni bu ikisindən bir cavab ola bilər. Birincidə var, ikincidə qayıt yerinə qoy. Deməli, sən qayıt, sən yerinə qoy. Bəli, xəbər həmcinsdir. Heç bayaq bunu görməmişik. Deməli, baş üzvlərdən birinin ən azından həmcinsliyi var, ikisinə də aiddir. Yəni bir ikini seçirəm. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. İndi bunu qoyun bir dənə keçim mövzunu dəyişim. Məsələn, 1 ilə 2-ni tapdınmı? Gəl 2 olmayan, 1 olmayan variantları çıx. Qaldı A və E. Yəni 6 hər ikisində olduğu üçün doğrudur. 3 %99, %100 səhvdir. Yəni sualda bir şeyə səhv baxmamışıqsa. Yəni 4 ilə 5-dən sənin cavabın artıq ortaya çıxır. Yoldaş, şagird. Aha, indi davam edirik. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Baxıram. Deməli,
Həmdəs üzvlər birincidə gəncliyim əlinə düşdü. Şərəfim əlinə düşdü. Müqəddəratım əlinə düşdü. Mübtəda xəbərlə uzlaşmada həmişə əsas tərəf olur. Birinciyə aiddir. İkinciyə baxıram. Xəbər həmcinsdir. Xəbər uzlaşmada əsas tərəf olmur. Tamamlıq həmcinsdir. Tamamlıq uzlaşmada əsas tərəf olmur. Qayıt gözüm nuru, könlüm atəşi. Bu xitabdır. Burada da qayıt xəbərlərdir. Bunlar da uzlaşmada əsas tərəf olmurlar. Yəni 3 yanlışdır. Yəni düz tapmışıq, düz baxmışıq. İndi 4-ə baxıram. Yalnız birinə aiddir. 2 fərqli cümlə üzvü həmcinsdir. Birincidə yalnız mübtəda həmcinsi idi. İkincidə tamamlıqla xəbər həmcinsi idi. Yəni 4 doğrudur. Bayaqdan təhlil edirik. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Xeyr. Əgər bu variant doğru olsa, onda bu variant yanlış olmuş olur. Çünki nitq hissəsində ifadə olunub deyə birinci cümlədə biz biri seçmişik. Yəni 5 getdi, 5 yanlışdır. Həmcins tamamlıqlar işlənmişdir. İkincidə ay günəş həmcins tamamlıqlar var, birincidə yoxdur. 1, 2, 4, 6. Yəni sual izah müddətində biraz vaxtımız aldı. Yəni 4 dəqiqə vaxtımız aldı. Amma məsələn, ən azı bir 2 dəqiqəyə öhdəsindən gəlinə biləcək bir sual idi. 2 dəqiqə, 3 dəqiqəyə öhdəsindən gəlinə biləcək bir sual idi. Amma qəbul edirəm, nisbətən çətin sual idi, bəli. Gəldi indi 34-ə. Klasteri tamamlaya bilməz. Yəni, bax, bura yanlış fikirləri yazmalısan. Görürsən ki, mən yumruya aldım. Yəni, bir müəllim testi işləyəndə bunu yumruya alırsa, şagirdlər çoxdan yumruya almalıdır işləyəndə. Yəni, sonra imtahandan çıxıb gəlib deyirsiniz ki, ayda, aid deyil deyirdi, aid olanları seçmişəm. Doğru deyil deyirdi, yanlış seçmişəm. Yəni, bu bəlaya düşməmək üçün yumruya al da, bunu bir də altından xətt çək. Deməli, uşaq canlı açıq-aşkar. Səs və hərflərin sayı bərabərdir. Sözlərin təhlilinə baxıram. Deməli, bunun tələffüzü olur uşaq canlı. Bu da olur açıq. Düzdürmü? Açıq. Çünki özündən sonra sahib gəlib. Ki da keçir burada güya. Açıq, aşkar olur. Deməli, səs və hərflərin sayı bərabərdir. Bura doğru fikir yazılıb. Biz bura yanlış fikirlə yazmalıyıq. 3 cingiltili samit işlənmişdir, deyir. Uşaq canlıda cingiltili c, n, 3 dənədir. Açıq-aşkarda ğ, c, r 3 dənədir. Bir doğru fikirdir, biri yazmıram. Gələm bura bir əməliyyatları çıxıram. Ğ samitin çay qarşılığı x-dır. Birincidə var, ikincidə yoxdur. Deməli, yanlış fikirdir, seçirəm. Açıq sahitlərin sayı qapalı sahitlərin sayından çoxdur. Birincidə qapalı sahit U-dur, I-dır, 2 dənədir. Açıq sahit A-dır, A-dır, 2 dənədir, bərabərdir. Deməli, nağdı birinə aid olmayan variantdırsa, heç digərinə baxmağa dəyməz də, çox deyil. Deməli, 3 seçirəm, yanlışdır. Deyilişi və yazışı arasında 2 fərqli məqam var. Uşaq canlıda q-x olub, l-n olub. 2 dənə açıq-aşkarda q-ğ olub, 2 olub, 2 dənə. 4 doğrudur. Gəl 4 dənə variantları çıx. Sənin cavabın çıxdı artıq. Yanaşı işlənən kar və cingilti samitlər var. Deməli, uşaq canlıda x-c var. Açıq-aşkarda ş-c var. Yəni 5 doğru fikirdir. Kar qarşılığı olan bir samit işlənib. Uşaq canlıda kar qarşılığı olan deməli, c-nın kar qarşılığı ç-dır. Burada bir dənədir. Amma ikincidə ğ-nınki x-dır, c-nınki k-dır. Yəni 2 dənə işlənib. Deməli, 6 da yanlışdır. 2, 3, 6 sualımızın cavabı olacaq D variantı. Yəni, çətin bir sual deyil. Sonra, gəldi indi 35-ci suala. Yerimə köyrətdin, tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincəsən, gərək öyrədəydin yıxılmamağı. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin, yəni səhv axtarırıq. Yenə yumruya aldım, onu yumruya almağı, altından xətt çəkməyi özünüzə çətinləşdirməyin. Yəni çətin bir şey kimi qiymətləndirməyin, qələmə verməyin, özünüzü aldatmayın. Bir də onun altından xətt çək, qutarsın, getsin. Deməli, nümunə ilə bağlı bizdən yanlış fikir istəyir. Deyir ki, yəni biz yanlış fikri tapmalıyıq burada. İndi baxıram.
Əvəzliyin bir məna növündən istifadə edilmişdir. Sən. Bəli, bir dənə əvəzlik var burada. A doğrudur. Yalnız qrammatik mənası olan bir söz işlənmişdir. Gərək. Başqa da yoxdur. Yəni B də doğrudur. Yönlük halda işlənmiş söz mənsubiyyə şəkilçilidir. Balana. Sənin balan, balana. Yəni yönlük hal qəbul edib və mənsubiyyət qəbul edib. Düzdür? İkinci misrada işlənmiş isimlər təsiri çaldadır. Haranı, aranı, haranı, dağı. Bəli, təsiri çaldadır. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. Deməli, yerimək öyrətdin, di. Keçmiş zamanda xəbər şəklində. Dolaşdım, d. Keçmiş zamanda xəbər şəklində. Dolaşdım, d. Keçmiş zamanda xəbər şəklində. Balana yerimək öyrətdin desən, gərək öyrədəydin. A-ə nəyin şəkilçisidir? Arzu şəklinin. Yəni, hamısı xəbər şəklində deyil. E-dir cavabımız. Yəni, bu da çətin bir sual deyildi. Səndən nə istəyir? 36-cı sualda. 2 leksik şəkilçi olsun. Deməli, oxşamaqdan oxşar, oxşarlıq. Bərkdən bərkimək, bərkitmək. Düzdürmü? Elə sualımızın cavabı olacaq burada A variantı. Təbii ki, digər suallara da indi baxmalıyıq. Digər variantlara üzr istəyirəm. Məsələn, B variantında dahiyanə bir dənə leksik var, getdi. Sonra, məsələn, tanı, tanış, tanışlıq. 2 leksik var, amma iş, işlə, işlət, işlətdikcə. Bunun qrammatiki var, getdi. Sonra, peşə, peşəkar, peşəkarcasına 2 leksik var, küs, küsgün, küsgündür. Qrammatiki var, getdi. Gen, genəl, genəlt, genəldir. Qrammatiki var, getdi. Sualın cavabı oldu A variantı. Asan sual idi. Sonra baxıram 37-yə. Hansı cümlədə feili sifət tərkibi işlənmişdir? Cümləni təhlil eləmək lazımdır və söz birləşməsini bilmək lazımdır. Yəni, mən nə cür ki, öz şagirdlərimə dərs müddətində il boyu deyirəm bunu, eyni ilə sizin də müəllimləriniz, əminəm ki, 99% müəllimlər bunu deyiblər ki, bax, məsdəri, feil sifəti, feili bağlamanı keçəndə uşağa deyir ki, bala, bax, bunun tərkiblərini yaxşı öyrən. Bu sənə söz birləşməsində lazımdır. Və söz birləşməsində bu mövzuya baxırıq, feil birləşmələrin içərisində. Feilin təsriflənməyən formalarında bu mövzuya nəzər yetiririk. Düzdürmü? Düzdür. Eyni zamanda qabağımıza mübtəda, xəbər, təyin, tamamlıq, zəflik. Bununla bağlı suallarda, dimdə en qədər belə variant var, belə sual var, en qədər. Yəni, qabağımıza haradasa bir 80% testlərdə çıxmış bir mövzudur. Ona görə də bu sualda bir problem yoxdur. Çətinlik dərəcəsi demək olar ki, il boyu oxumuş şagird üçün çətinlik dərəcəsi yoxdur bu sualın. Nə etdi? Şığıdı. Nə? Qartal. Hansı qartal? Ahəstə süzən. An-ən feili sifətdir. Özündən əvvəl söz tabe edib özündən və bu sayılır tərkib. Məsələn, B-yə baxaq. Nə etdilər? Qarşıladılar. Kim? Ev sahibləri kimi? Qonaqları necə qarşıladılar? Mehribanlıqla. Hansı qonaqları? Gələn qonaqları. Feil sifət var, amma tərkibi yoxdur. Nə etdi? Qoydu. Kim? Asif. Nəyi? Məktubu. Hansı məktubu? Yazılmış məktubu. Feil sifət var, tərkibi yoxdur. Nə edirdi? Göz oxşuyurdu. Nə? Ağaclar. Hansı ağaclar? Yaşıllaşan. Feil sifət var, tərkibi yoxdur. Dostum, oxuyan məqsədinə çatar. Nə edər? Çatar. Kim? Oxuyan nəyə? Məqsədinə. Feil sifət var, tərkibi yoxdur. Sualın cavabı A variantı. Sonra gəldik 38-ci suala. Uyğunsuzluğu müəyyən eləyin. Deməli, burada vasitəsiz nitqli cümlə, vasitəsiz nitqli cümlənin sxemi. Bax, mən buradayam, komandir, cəhd dilləndim. Bax, cəhd dilləndim, burada müəllifin sözüdür. Bunun sağı solu vıdır. Bura görə bilirsinizmi? Və bunun sualı var. Sualını düz qoyub, V ilə başlayır, V ilə qutarır.
Bəli, dedi. Dedi burada m-dır. Müəllif. Bəli, bu v-dır. Bir dəfə yerli bələdçilərlə qolğa getmişdik. Bu da v-dır. Yəni bu cümlə v ilə başlayır. Amma sxemində m verib. Yəni görürsən böyüklə başlayır da bu. Ən azından buna bir diqqət etmək lazım idi. Yəni sualın cavabı B-dir. Kapitan səmimiyyətlə dedi. Sizi təbrik edirəm, leytenant. Kapitandan dediyə qədər m-dır, bu qalanı v-dır. Yəni müəllifin sözü vasitəsi nitqdir. Sxem də düzdür. Qarı biraz düşünüb, bura qədər m-dır. Yaxşı, qərar sənindir, dedi. Bu v-dır, dedi, m-dır. M, v, m verib. Biz demək olar ki, satmışıq. Bura qədər bu Səlimin sözüdür. V-dır, deyə Səlim gülümsədi. Bu da m-dır. V mı? Yəni, bu da bəsit bir variant idi. Yəni, biraz bu vasitəsiz nitq duyğu şəhərlər uşaqlarda qarşılıq yaratdığı üçün, çətinlik törətdiyi üçün hardasa məsələn orta səviyyəli sual demək olar, deyə bilərik. Amma yenə də deyirəm ki, bu imtahandır. Yəni, burada sən bundan artıq nə gözləyə bilərsən? Sonra gəldik 39-cu suala. İmtahanın ən asan sualı. Mürəkkəb ad. Yəni, qayda kitabını açıb oxumusunuzsa, mürəkkəb adla mürəkkəb sözün fərqini verib. Mürəkkəb ad bitişik yazılmır. Günə baxan çıxır. Gülyaz çıxır, dəvəquşu çıxır. Düzdürmü? Mürəkkəb ad istəyir. Bayramın adıdır. Novruz bayramı. Ədəbiyyat müəllimi nəyinsə adı deyil. Bu söz birləşməsidir. Tamam, mürəkkəb adlar da söz birləşməsidir. Amma bütün söz birləşmələri mürəkkəb ad deyil. C variantı. Asan bir sual. Sonra gəldik 40-cı suala. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Nə etdim? Aldım. Nəyi aldım? Şəhadətnaməmi aldım. Haradan aldım? Gimnaziyadan aldım. Nə vaxt, nə zaman hərbi xidməti başa vurduqdan sonra nəhayət də burada ara sözdür, təhlil olunmur. Zərflik, tamamlıq xəbər. Zərflik, tamamlıq xəbər. Düzdürmü? Sualın cavabı oldu nə? C variantı. Deməli, ümumi bir dənə qrammatikaya nəzər salaq. Deməli, qrammatikada bu işarələdiyim sual, bunun çətin olduğunu qəbul edirəm. Amma il boyu müəllimin işlətdiyi birincisi də, ikincisi də dim test toplusunu vicdanla işləmiş bir şagird üçün, baxın, vicdanla işləmiş bir şagird, təhqir eləmək üçün demirəm. Yəni, bəzən şagirdlər atıb gəlirlər testi, köçürüb gəlirlər, işləmirlər, yarımçıq işləyirlər. Vicdanla işləmiş bir şagird üçün. Sonra, müəllimin il boyu işlətdiyi 20 sınaq olsun, dimin əvvəlki illər testlər olsun, güvənin sınaqları olsun, Kaspinin sınağı olsun, OTK-nın sınağı olsun, müəlliminiz lap özü sınaq hazırlasın, göndərsin, açsın sizə. Onu normal işləyən bir şagird, qrammatikada bu suallar, buna oxşayan bir xeyli sual görür. Ona görə də məncə qrammatikada bu 33-cü sual tamam çətin idi. Bax, məsələn, bax, bura bir dənə başqa rəng gətirim, yaşıl rəng. Onunla da burada bunu işarə eləyim. Yəni, bax, buna asan sual deyərəm, buna asan sual deyərəm. Sonra, deməli, buna asan sual deyərəm, buna asan sual deyərəm. Nağd, sizdən asan sual. Nağd 4 dənə asan sual dedim. Uşaq canlı, o asan sual. 5 dənə asan sual var. Orta səviyyəli sual, yəni 2 mərtəbəli sual dediyimiz sual tipi, bu orta səviyyəlidir. Sonra, bu feyiz və tərkib orta səviyyəlidir. Yəni, çətin sayıla biləcək nisbətən budur və bu 33-dür, bu çətin sayıla biləcək sualdır. Yəni, 2 dənə də çətin sayıla biləcək sual olması, yenə deyirəm, dönə deyirəm, çox normaldır yoldaş şagirdlər. Çox normal. Bu bizim qrammatikamız. İndi mətnə tamam, başdan sona baxmağın bir anlamı yoxdur. Mətnlə bağlı bəzi qeydlərimi sizə demək istəyirəm. Deməli, mətnlə bağlı uşaqlardan gələn ilk şikayətlərdən, iradlardan biri bu idi ki,
Müəllim, mətn sanki çox uzun idi. Gəlin sizə bir söz deyim. Mən özüm də mətn hazırlayan bir müəlliməm. Mətn sualı hazırlayıram və bunun konkret bir standartı var. 280 və 320 söz arası olur mətn. İndi 5 aşağı 5 yuxarı o çox sorun deyil yəni. Bu standartdan kənara çıxılmır. Və 280 sözlük bir mətn, bir mətndən bir müəllim çox keyfiyyətli suallar çıxarda bilməz. Ona görə də hələ bir mətn tapanda kəsib doğrayıb 320-yə qədər onun sözlərinin sayını güclə salırıq. Yəni 310-320 söz arası olur adətən mətnlər. Deməli və bu mətndə də 326 səhv eləmirəmsə söz var. Yəni normal standartdan 6 dənə çoxdur. Və belə deyim, o 6 dənə çox olmağı da sözün, yəni mətni belə ultra mega çətinləşdirmir, çox uzun eləmir. Yəni o qədər mətn işləyibsiniz, onsuz da bu vaxta qədər 6 dənə sözün çoxluğu sizə bir çox təsir eləməməlidir. İndi bir hansı sualdır demək istəmirəm, amma yəni dimin mətnlərində, güvən mətnlərində, mücrü mətnlərində, bütün OTK-da hamısında bax 41-ci sual tipini dəfələrlə görmüsünüz. Hansı cümləni çıxarsa məzmuna xələl gəlməz. 42-ci sual tipini, onunla bağlı xüsusiyyətlər. Hətta bunu adətən açıq sual kimi görürsünüz, burada qapalı sualdır. Yəni çox görmüsünüz bunu. Sonra mətnə əsasən səbəb nəticə, bax çox görmüsünüz bu sualı. Üzərinə rəqəm yazılmış sözlərlə bağlı. Yəni məsələn bax bunu çox görmüsünüz. Doğru yanlış ehtimal. Hər mətndə demək olar ki, belə bir sual var. Sonra açıq suallara baxaq. Əvvələn şəyə qoymuş sözün qarşılığını, yəni o qədər mətndə var belə sual. Mətni üslubu xüsusiyyətlərinə görə zənginləşdirməklə həmişə kimi zat qoyursunuz, quş kimi uçurdu, neyniyirdi, məcazləşdirirsiniz. Sonra indi bu 48-dir. Bu cədvəl sualıdır kodlaşdırmanın üzərindədir. Yəqin ki, mətndə nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayın. O qədər görmüsünüz belə sual. Sən saydığınıza görə fərq nə sayır? Mətndən əlaqələndirmək. Yəni bu sualı da bir xeyli görmüsünüz mətnlərdə. İndi çətinliyi, asanlığı məsələsi, məsələn 41-42 asandır. Sonra məsələn 43 asandır. Biraz 44 sizə çətin gələ bilər. 45 biraz sizi düşündürə bilər. Yenə deyirəm, imtahandır. Yəni hamısının asan olacağını kim demişdi ki, sizə gözləyin? Hamısı zaten asan olmalı deyil, hamısı çətin olmalı deyil. Bunun bir standartı var. 10 sualı varsa 3 çətin, 3 asan, 4 orta tipli sual olur. Sonra eyni ilə gəldi ikinci mətnə. İkinci mətn publisistik olduğu üçün, biraz elmi məlumatlara yer verildiyi üçün uşaqların çətinlik çəkdiyi, oxuyanda anlamaqda çətinlik çəkdikləri məsələlərdir. Deməli, üzərinə rəqəm yazılmış sözlərlə bağlı, yenə bayaqki mətndəki eyni sual. Sonra, bu cümləni hara artırsan, abzasdakı ardıcılıq pozulmaz, nə pozulmaz. Yəni, çox işlədiyimiz sual. Sonra, doğru yanlış ehtimal sualı. Eynən bundan əvvəlki mətndə də var idi. Bədii mətndə də var idi. Sonra, mətndə Şamaxı ilə bağlı məlumatlar da verib, Təbrizlə bağlı məlumatlar da verib, müqayisə edirsən. Yəni, bir çətinliyi yoxdur. Sonra, 55. Sözlərdən heç birinin şərhinə uyğun deyil. İki mətndə də bir-birinə oxşar suallar var. Kopya suallar var. Eynən asandır, yəni cədvəl oradadır, bunu bilmirik. Cədvəl kodlaşdırmanın üzərində olub. Sonra, qüsurlu məqamları düzəltmək. Üslubu məqamları düzəltmək, nə bilim, normalara görə düzəltmək, məsələn də, onları düzəltmək, çox sual işləmişik. Yəni, biraz ziddiyyət təşkil edən məqamı tapmaq sizi düşündürə bilər, nisbətən təsəvvür sual sayıla bilər. Amma yenə də qabağımda çıxan tipdə suallardandır və Azərbaycan parçalarının şöhrət qazanmasında müxtəlif sənət sahələri rol olmuşdur, fikirli mətninlə əlaqələndirmək. Bax, fikir verirsinizsə, eyni mətndə, həm bədidə, həm publisistikdə eyni tipdə suallar var idi. Bax, burada 60, buradakı 60-cı sual, eyni ilə buradakı 50-ci sualın eyni şeydir, əlaqələndir deyir. Məsələn, ikisində doğru yanlış ehtimal var, sözün şərhinə, qarşılığına uyğun
Birində deyir ki, hansı cümləni çıxartsan, birində deyir ki, hansı cümləni artırsan. Yəni aşağı-yuxarı eyni tipdə suallardır və yenə deyirəm, il boyu mətn işləyən, vicdanla mətn işləyən şagird üçün bir çətinlik yoxdur. İmtahanda özünüzə güvənməlisiniz, diqqətli olmalısınız. İndi deyəcəksiniz ki, müəllim, əvvəldə də dediniz ki, dimə haqq vermək istəmirəm, dim tərəfində deyiləm. Özümü sizin tərəfinizdəymiş kimi göstərdim, amma sonradan fikrimi dəyişdim. Belə bir şey yoxdur. Yəni mən yenə deyirəm, dimdən çox da razı olan bir şəxs deyiləm, amma haqqına girmək istəmirəm də. İgidi öldür, haqqını yemə. Yəni siz imtahanın sizə asan olacağını heç kim deməmişdi. Bunun adı imtahandır. Yəni bu bir dəfə verirsən, qurtarır gedir. Düşünün ki, ikinci şans olmayan imtahandır. Yəni blok olsa deyərsən ki, bunun ikinci şansı da var. İkinci şans verilməyən bir imtahandır. Yəni bunun müəyyən qədər adına layiq bir çətinliyi olmalıdır, bir ağırlığı, bir sambalı olmalıdır. Amma yenə deyirəm, il boyu vicdanla oxumuş bir şagird üçün bu sualların bir sıxıntısı, çətinliyi, problemi olmamalıdır. Ona görə də 15 marta beyninizdəki o stereotipləri qırın, imtahandan çıxıb zəif yazmış şagirdlər sizə deyiblərsə çətin düşüb, onların aurasına ilişməyin, ab-havasına düşməyin, onların küləyinə yıxılmayın. Xahiş edirəm, əgər il boyu həqiqətən vicdanla oxuyubsansa, il boyu verilən tapşırıqları yerinə yetiribsənsə, bu imtahan sənin üçün su içimi kimi bir şey olacaq. Hər birinizə 15 mart imtahanında uğurlar arzulayıram. Sağ olun.